Dünya iqtisadiyyatının tarixi göstərir ki, ehtiyat valyutanın orta ömür müddəti təxminən 100 ildir. Dollardan əvvəl dünya 5 qlobal valyuta tanıyıb və onlardan hər biri gücləri tükənənə qədər öz imperiyalarının qüdrət rəmzi olublar. Gəlin bugün pulun tarixinə nəzər salaq və imperiyaların necə və niyə süqut etdiyini öyrənək. Hər şey 15-ci əsrdə tacirlər, banklar və ilk valyuta əməliyyatlarının şəhəri olan Florensiyada başladı. Onların qızıl florini Londondan Qahirəyə qədər qəbul edilirdi. Bu valyuta ticarətin universal dilinə çevrilmişdir. Yeri gəlmişkən, həmin dövrdə Florensiya bütün Avropanın maliyyəsini idarə edirdi. Lakin Amerikanın kəşfi ticarət marşrutlarını dəyişdi. Qızıl və mal axını okeanın o tayına yönəldi və onlarla bərabər dünyanın iqtisadi mərkəzi İtaliyanı tərk etdi. Onu İspaniya əvəz etdi. 16-cı əsr gümüş əsridir. İspan realı həqiqətən ilk qlobal valyuta oldu. Onunla Maniladan Mexikoya qədər hər yerdə ödəniş edilirdi. İmperiya yeni dünyanın mədənlərinə sahib idi və dünyanı öz metalı ilə doldurmuşdur. Lakin bolluq pulun ən pis düşmənidir. Gümüş həddindən artıq çoxaldı və inflyasiya imperiyanı daxildən parçaladı. 17-ci əsr Hollandiya planetin maliyyə mərkəzinə çevrilmiş kiçik bir ölkədir. Burada ilk birja, səhmlər və bank köçürmələri yaranır. Amsterdam sonradan Wall Street'in çevriləcəyi məkana çevrilir. Qızıl gulden ticarət, texnologiya və innovasiya valyutasıdır. Lakin Hollandiyanın hökmranlığı dəniz müharibələri ilə sona çatdı. Böyük Britaniya yolları, donanmanı və bazarları müvafiq olaraq həm də liderliyi ələ keçirdi. Donanma yoxdursa ticarət də yoxdur, valyuta da yoxdur. 19-cu əsr funt sterling dövrüdür. Bu qızılla təmin olunmuş ilk həqiqi qlobal kağız valyutadır. Üzərində günəş batmayan imperiya planetin 1/4-nə nəzarət edirdi. Lakin dünya müharibəsi qüvvələr nisbətini dəyişdi. Borclar, inflyasiya və müstəmləkələrin itirilməsi Britaniyanın qızıl standartını bununla bərabər həm bir nömrəli valyuta statusunu itirməsinə səbəb oldu. 1944-cü ildə dollar yeni ehtiyat valyuta olur. Artıq 80 ildir ki, o sabitlik və güc rəmzidir. Lakin borc artır, artıq 38 trilyon dollar, etimad azalır, bir çox dövlətlər isə artıq dolların iştirakı olmadan öz ticarət əlaqələri qurmağa başlayırlar. Yekun nəticə, valyuta tarixi hakimiyyət tarixidir. Onların heç biri bir anda yox olmayıb. Sadəcə zamanın tələbləri daha yaxşı anlayanlara yerlərini veriblər. Və siz necə düşünürsünüz? Növbəti hakim valyuta hansı olacaq? Fikirlərinizi şərhlərdə bölüşün.